Diqqət, Bakının və Yarımadanın su probleminə bir dəfəlik son qoyulur. Hansı bazar nəzarətə götürüldü? Birazdan deyəcəyik. Və özündən 40 yaş böyük kişini vurub öldürəndə təqdim edəcəyik. Hamısı birazdan. ARB xəbər izləyirsiniz, hər vaxtınız xeyir. Həftənin ilk buraxılışına start veririk. Anonslarımız da var. Anonsları təqdim edək, sonra daha ətraflı. JEK-lərin fəaliyyəti ilə bağlı dəyişiklik. MMC-lərin özlərinin bank hesabları olacaqdır. Vətəndaş komendant pulu ödəməkdə sərbəst olacaq. Kanalizasiya lüku qəzaya səbəb oldu. Gecə qaranlıqda işıq yox, bir şey yox. Yəni, balaca da yağış yağanda vapşi çalıya düşür. Hər dəfə düşürəm, yəni o mümkün deyil. 3 aydır xırdandayım, 3 aydır o vəziyyətdədir. Yolun vəziyyətinə görə dəymiş zərəri kim ödəyəcək? 30 il öncə satdığı avtomobil onu 20 min ziyana saldı. Nə hadisəni törədən var, nə tex pasportun yəsi var. Hələ mənə deyirlər ki, sən verməlisən. Etibarnamə ilə alqı-satqının təhlükəsi. Baş verə biləcək zərəri nəticələrə görə mülki məsuliyyətə cəlb oluna bilər. Bütün bunlar barəsində birazdan daha ətraflı məlumat təqdim edəcək. Hələlik günün əsas hadisələrinə nəzər yetiririk. Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır. Düzdür, bu təkcə Bakıda, Azərbaycanda deyil. Bu sözləri Prezident İlham Əliyev Bakıda və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə dövlət proqramına həsr olunan müşavirədə deyib. Prezident əlavə edib ki, yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi qurulacaq və bunun çox böyük faydası olacaq. Bununla bərabər Bakıda istismara yararsız magistral su kəmərləri yenilənəcək. Dövlət proqramına əsasən 2026-2035-ci illərdə Dövlət Su Ehtiyatları Agentliyi, İqtisadiyyat Nazirliyi, Bakı İcra Hakimiyyəti Avtomobil Yolları Dövlət Agentliyi ilə birlikdə 110 kilometr magistral kəmərin əsaslı təmirini bitirməlidir. Proqram qeyd etdiyim kimi çox genişdir, çox konkretdir. Bütün vəzifələr orada qoyulub, nəzarət də təmin ediləcək. Həm hökumət tərəfindən, prezident administrasiyası tərəfindən, ictimai nəzarət də əlbəttə ki, mütləq olmalıdır. Bu proqramın icrası mətbuatda geniş işıqlandırılmalıdır ki, Azərbaycan vətəndaşları, xüsusilə Bakı və Abşeronda yaşayan insanlar görsünlər, bilsinlər ki, nə vaxt hansı məsələ öz həllini tapır. Və yubanmalar da olmamalıdır. Çünki yenə də deyirəm, proqram 35-ci ilə qədər nəzərdə tutulur. Biz hesab edirdik ki, daha da tez bir zamanda bunu etmək mümkündür. Ancaq tələsməmək üçün və bütün işləri keyfiyyətlə təşkil etmək üçün qərara gəldik ki, təxminən 10 illik proqramdır. Yəni, kifayət qədər vaxt var, ancaq bir gündə yubanma olmamalıdır. Və beləliklə Bakıda və Yarımadada su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün dövlət proqramı təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncamı imzalayıb. Sərəncamla Nazirlər Kabineti dövlət proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə əlaqələndirəcək və icrasına nəzarət edəcək. Eləcə də tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə ölkə prezidentinə məlumat veriləcək. Dövlət proqramında nəzərdə tutulan tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsinin İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi aparacaq. Azərbaycanda ehtiyatdan çağırılan zabitlərin dinc dövrdəki həqiqi hərbi xidmət müddəti 6 ay azaldılıb. Bu, Prezident İlham Əliyevin hərbi xidmət keçmə haqqında əsasnamənin təsdiq edilməsi barədə və hərbi vəzifə və hərbi xidmət haqqında qanunlarda dəyişikliyi təsdiqləməsi ilə mümkün olub. Beləliklə, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılaraq 1 il müəyyən edilir. Eyni zamanda, müddətli həqiqi hərbi xidmət dövründə zabit hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olan ali təhsilli müddətli həqiqi hərbi xidmət
qulluqçularına leytenant hərbi rütbəsi verilir. JEK-lərin, yəni mənzil istismar sahələrinin taleyi ilə bağlı yeni qərar imzalanıb. Azərbaycan hökuməti yerli icra hakimiyyətlərinin tabeliyində fəaliyyət göstərən mənzil kommunal təsərrüfatı müəssisələrinin işinin təkmilləşdirilməsi məqsədilə yeni struktur yaradır. Yaxşı, bəs bu addım JEK-lərin ləğvi deməkdir, yoxsa sadəcə idarəetmədə müəyyən dəyişiklikdir? Ətraflı nəzər yetiririk. MMC-lərin özlərinin bank hesabları olacaqdır. Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən mövcud mənzil istismar sahələrinin bazasında Vahid Mənzil Kommunal Təsərrüfatı Müəssisəsi MMC yaradılacaq. Məqsəd idarə etmənin vahidləşdirilməsi, nəzarətin gücləndirilməsi və illərdir narazılıq doğuran sistemin daha şəffaf formada qurulmasıdır. Ekspertlər deyir ki, burada əsas dəyişiklik funksiyada yox, strukturda baş verir. Yəni struktur dəyişir, funksiya yox. Bu addımın əsas məqsədi pərakəndə səmərəsiz və zəif nəzarət olunan mənzil istismar sahəsi modelindən çıxaraq mərkəzləşdirilmiş, hesabatlı və idarə olunan bir sistemə çevrilir. Uzun illərdir biz hamımız bilirik ki, maliyyə intizamı, keyfiyyətsiz xidmət JEK-lərdə hiss olunur. Çünki xalq hara müraciət eləyəcəyini bilmir. Kimə müraciət eləyir, JEK dilində desək, bizlik deyil, biz bazarmarıq, bizə aid bir hissə deyil deyərək digər orqanlara yönəldi. Ekspertin fikrincə yeni struktur real səlahiyyət və məsuliyyətlə işləməzsə nəticə də dəyişməyəcək. Bəs yeni model əhali üçün nə vəd edir? Əgər proses düzgün icra olunarsa, vahid standart mərkəzləşdirilmiş satın alma, şəffaf maliyyə uçotu, xidmətlərin rəqəmsallaşdırılması və məsuliyyətin konkret hüquqi şəxs üzərində cəmlənməsi əhali üçün daha operativ xidmət, daha aydın ödəniş mexanizmi və şikayətlərin real cavablandırılması demək. Əgər köhnə mis yanaşması sadəcə yeni ad altında davam etdirilərsə, heç nə dəyişməyəcək. Yeni qərar JEK-ləri faktiki olaraq hüquqi statusu olmayan qurum olmaqdan çıxarır. Hüquqşünaslar bildirir ki, bu dəyişiklik vətəndaş xidmət münasibətlərini də yenidən tənzimləyəcək. JEK-lər tərəfindən, mənzil istismar sahələri tərəfindən yığılan kommunal xidmətlərə görə ödəniş adı ilə ödənişlərin faktiki olaraq əldən ələ ödənilməsini görürdüksə, artıq MMC-lərin özlərinin bank hesabları olacaqdır. Qərara əsasən MMC-lərlə vətəndaşlar arasında müqavilə münasibətləri qurulacaq. Bu isə seçim imkanını və hüquqi məsuliyyəti artırır. Əvvəllər Mənzil Məcəlləsinin tələbində deməli bina mülkiyyətçilərinin qərarı əsasında yaradılan və hər hansı bir kommersiya məqsədi güdməyən deməli mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti belə deyim də, hüquqi formasında Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmaqla xidmət göstərilməsi mümkün idisə, bu yenə də necə var o şəkildə qalır. Bildirilir ki, mənzil istismar sahələri hələlik fəaliyyətini davam etdirəcək və ləğv söhbəti gündəmdə deyil. Məqsəd mərhələli islahat, maliyyə intizamının gücləndirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsidir. Yeni modelin effektiv olub-olmayacağı isə tətbiq mərhələsində aydınlaşacaq. Məsələ ilə bağlı siz də mövqeyinizi bildirə bilərsiniz və yeri gəlmişkən yaşadığınız hadisələr barəsində bizə xəbər verə bilərsiniz. Qaynar xəttimiz 050-201-93-93-dür. Başınıza gələnləri yazıb, çəkib göndərə bilərsiniz və biz reportajlar hazırlaya bilərik. Ki, sizdən gələn müraciətlər əsasında hazırladığımız reportajları birazdan təqdim edəcəyik. Digər məsələyə nəzər yetiririk. Qanunsuz medallar təsis edərək onları çoxsaylı şəxslərə verməkdə ittiham olunan qeyri-hökumət təşkilatlarının vəzifəli şəxsləri barəsində ibtidai istintaq tamamlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, qeyri-hökumət təşkilatlarının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Korrupsiyaya qarşı mübarizə baş idarəsi tərəfindən toplanan sübutlar əsasında Mehdi Mehdiyev, Füzuli Rızaqlıyev və Sərraf Orucov Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərini aşma maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Barələrində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib. İş üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib. Və az əvvəl anonsda təqdim etdiyimiz məsələyə indi ətraflı nəzər yetirəcəyik. Şəkinin İnçə kəndində 66 yaşlı Səttar Nəbiyevlə 26 yaşlı Hüseyn İsmailov arasında yaranan mübarizə zamanı Hüseyn İsmailov Səttar Nəbiyevin üzünə əllə vuraraq xəsarət yetirib. Bundan sonra xəsarət alan şəxs
Hüseyn İsmayılovun atası tərəfindən evinə aparılarkən o yolda avtomobildən eni və bir qədər getdikdən sonra yıxılaraq növbəti dəfə xəsarət alıb. Xəstəxanaya yerləşdirilən Səttar Nəbiyə bugün aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Polis Hüseyn İsmayılovu saxlayıb hadisə ilə bağlı araşdırma gedir. Gəncədə Sənaye və Texnologiyalar üzrə Peşə Təhsil Mərkəzində tələbə dərs vaxtı vəfat edib. Birinci kurs tələbəsi 18 yaşlı Royal Bayramovun səhhəti dərs vaxtı anidən pisləşib. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da onun vəfat etdiyi məlum olub. İlkin məlumata görə tələbə ürək tutmasından həyatını itirib. Allah rəhmət eləsin. Bakıda avtobusda soyğunçuluğa görə 3 nəfəri saxlayıblar. Deməli, bir sakin polisə müraciət edərək ictimai nəqliyyatda tanımadığı şəxslərin onu təqib etdiyini və avtobusdan düşərkən onun mobil telefonunu alaraq hadisə yerindən getdiklərini bildirib. Polis soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, yetkinlik yaşına çatmayan 3 nəfəri müəyyən edərək saxlayıb. Onların zərər çəkəni təqib etmələri və hadisəni törətməsi kameralar vasitəsilə qeydə alınıb. İndi Xırdalandan xəbərimiz olacaq. Xırdalanda kanalizasiya quyusu qəzaya səbəb olub, kuryer ölümdən dönüb. Əməkdaşlarımız həmin ərazidə olublar. Həsən Əliyev prospektində yaranan təhlükəli vəziyyəti təqdim edəcəyik. Yolun bu hissəsində hərəkət edənlər həm avtomobillərinin zədələnməsindən, dağılmasından, həm də qəza riskindən şikayət edirlər. Baxın. Bu boyda deşik olar, bax, düz yoldur, gəlirsən buradan, buna adam görmürək. Maşına çox zərər dəyir, maşın peridoku dağılır. Mən indi yıxıldım, pis fikrə qalmışam, hələ indi bədənimdən xəbərim yoxdur. Buradan gəlirsən, bu boyda sürətlə, bu yolun ortasında, bax, bu deşik nədir beləsinə? Sosial şəbəkələrdə yayılan bu görüntülər problemin nə qədər təhlükəli olduğunu açıq şəkildə ortaya qoyur. Yolun həmin hissəsində baş verən hadisə bir kuryerin xəsarət alması ilə nəticələnib. Həsən Əliyev prospekti 91 ünvanındayıq. Daha dəqiq desək, Mühəndislik Universitetinin qarşısından Xırdalan istiqamətinə gedən ərazidir. Deməli, burada yaranan çökəklik buradan hərəkət edən avtomobillər üçün ciddi narahatlıq yaradıb. Çünki o istiqamətdən gələn sürücülər bu çökəkliyi görmür və bura düşür və beləliklə avtomobillərinə də zərər dəyir. Sürücülər bildirir ki, xüsusilə gecə saatlarında və yağışlı havalarda çökəkliklər demək olar ki, görünmür. Bu isə qəza riskini artırır. Maşına çox zərər dəyir, maşın peridoku dağılır. Demək olar ki, həftədə bir dəfə usta yanına gedirik. Yol bərbad gündədir, özünüz görürsünüz. Dərmə deyir. Gecə o ki maşının arxasından getmişəm, maşın ortasına düşübdür. Amma mən özümüz necə deyim, zor qutarmışam da orada. Gün ərzində getmirəmsə 10 dəfə gedirəm mən bu yolu. Düzdür, məsələn, gündüzləri ödəşmişəm, gündüzləri görmək asandır, amma gecə çox çətindir. Yağış yağanda daha bərbad vəziyyətə gəlir. Hər dəfə düşürəm, yəni o mümkün deyil. Düşmək qaçınılmaz olur bəzən. Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı xidmətindən bildirildi ki, əraziyə apşıran su meliorasiya sistemlərinin istismarı idarəsinin qəza qrupu tərəfindən baxış keçirilib və problem aradan qaldırılıb. Bəs yolun bu vəziyyətdə qalmasına görə məsuliyyət kimə aiddir və dəymiş ziyan necə ödənilməlidir? Mütləq hadisə yerinə dövlət yol polisi dəvət olunmalıdır, çünki bunlar hamısı yol nəqliyyat hadisəsidir. Ondan sonra həmin adam öz nəqliyyat vasitəsini aparır qiymətləndirməyə. Buna hansısa bir servisdə qiymət qoyulur, vurulmuş, dəymiş zərərə qiymət qoyulur və yolun sahibi balans saxlayıcısı kimsə onu müəyyən edərək həmin zərəri həm balans saxlayıcıdan tələb edə bilər. Əgər vətəndaşın həmin tələbi ödənməzsə, o zaman məhkəmədə iddia qaldıraraq dəymiş zərərin ödənməsini tələb edə bilər. Aeroport yolunda olan yol qəzası kameraları düşüb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Qəza səbəbindən Köroğlu stansiyası mərkəz istiqamətində nəqliyyat sıxlığı yaranıb.
Sürücülər bilməlidir ki, hərəkət zamanı istənilən nəqliyyat vasitəsində texniki nasazlıq yarana və bu, avtomobilin məcburi olaraq yolun hərəkət hissəsində dayanmasına səbəb ola bilər. Belə hallarda digər sürücülərin diqqətinin yolda olmaması, sükan arxasının mobil telefon və digər diqqət yayındıran vasitələrdən istifadə etməsi sürətin vaxtında azaldılmamasına və nəticədə qəzanın olmasına gətirib çıxarır deyə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müraciətində bildirilir. Qurum sürücüləri yollarda daha diqqətli olmağa, düzgün ara məsafəsi saxlamağa, sükan arxasında diqqəti yayındıran vasitələrdən istifadə etməməyə və məsuliyyətli davranmağa çağırır. Azərbaycanda minlərlə sürücü avtomobili alıb satan zaman hələ də etibarnaməyə üstünlük verir. Amma bu rahatlıq illər sonra ağır hüquqi fəsadlara gətirib çıxara bilər. Bugün təqdim edəcəyimiz hadisə bir nəfərin illər əvvəl elədiyi səhvin 20.000 manatlıq borcuna nəticələməsindən bəhs edir. İzləyirik. Hadisəni Hərbi Mehdi Bəhruz Əlibala oğlu törədib. Amma məndən 20.000 pul istəyirlər ki, sənin adında 30 illik etibarnamə qalıb, sən ödəməlisən. İndi bu sığorta şirkəti məndən 20.000 istəyir. Bilmirəm, Bəhruzdan istəyir, məndən də istəyir. Ceyhun Məmmədov 2008-ci ildə Hyundai markalı avtomobili 30 illik etibarnamə ilə alıb. Bir neçə ay sonra maşını satmaq qərarına gəlib və nəqliyyat vasitəsini yenidən əvvəlki sahibi Nəsrullah Hüseynova qaytarıb. Daha sonra avtomobil üçüncü şəxslərə satılıb. Sonuncu dəfə isə maşın 2014-cü ildə idarə etmə hüququ olmayan Bəhruz Mehdiyevin əlinə keçib və o Nizami rayon ərazisində qəza törədib. Digər nəqliyyat vasitəsinə 20.000 manatlıq ziyan dəyib. Zərər çəkən avtomobil Bakı sığorta şirkətində sığortalı olduğundan şirkət ödənişi edib. Amma 9 il sonra 2023-cü ildə sığorta şirkəti məhkəməyə müraciət edərək zərəri avtomobilin əvvəlki sahibindən almaq qərarına gəlib. Bakı sığorta dedi ki, onda 7.000 verərsən. Dedim, heç sənin 7 qəpiyi də verməyəcəm. Çünki mən eləməmişəm bunu. Nə hadisanı törədən var, nə texpasportun yəsi var. Hələ mənə deyirlər ki, sən verməlisən. Adı çəkilən sığorta şirkəti ilə əlaqə saxladıq. Bildirdilər ki, artıq məhkəmə bununla bağlı qərar çıxarıb. Qərara əsasən Ceyhun Məmmədov dəymiş zərəri ödəməlidir. Ekspert Ərşad Hüseynov bildirir ki, avtomobilin etibarnamə ilə satılması hüquqi cəhətdən təhlükəlidir. Və bizim mülki məcəlləyə görə avtomobilin sahibi ondan istifadə üzrə fəaliyyət yüksək təhlükə mənbəyi olduğuna görə sabah baş verə biləcək zərəri nəticələrə görə mülki məsuliyyətə cəlb oluna bilər. Yəni o cinayət məsuliyyətinə, inzibati məsuliyyətinə cəlb olunmur. Ona görə də mütləq avtomobil alarkən və satarkən adınıza keçirilməsini təmin edin. Əks halda illər sonra tanımadığınız bir insanın törətdiyi qəzanın bədəlini siz ödəyə bilərsiniz. Bakıda məşhur restoranların birində tavan uçub, nəticədə bir nəfər xəsarət alıb. Baxın. Nizami küçəsində yerləşən restoranın qarşısındayıq. Restoranın müəyyən hissəsi uçub düşüb. Nəticədə deyilənə görə bir nəfər xəsarət alıb. Restoran rəhbərliyi və işçiləri isə məlumat verməkdən imtina etdilər. Bu ona aid deyil, gözəl. Xəsarət alan olur? Yox, ha. Görürsün, mən açıqlama vermişəm. Siz xəstəxanaya kimsə aparılır? Açıqlama vermişəm, yetər məlumat. Restoranın meneceri hadisə nəticəsində xəsarət alanın olmadığını desə də, təcili və təxirə salınmaz tibbi yardım mərkəzi və kliniki tibbi mərkəzdən bir nəfərin xəsarət aldığı bildirilib. Belə ki, Nizami küçəsindən təcili çağırış qeydə alınıb. Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası bir nəfər qadına yerində tibbi xidmət göstərib. Qadın qapalı kəllə beyin travması diaqnozu ilə kliniki tibbi mərkəzə hospitalizasiya olunub. 1983-cü il təvəllüdlü qadına zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb. Və Bakıda, Xətai rayonunda evlərin birinin üzərinə əyilən ağac evin sahibinə əməlli problem yaradıb. Və bir ildən çoxdur ki, adamın dərdinə dərman tapılmırdı. Amma nə deyirlər ki, biz çəkəndən sonra məsələni həll ediblər. Göstərək.
Bu şam ağacı bu mənzildə yaşayan ev sahibi Adil İsmailov üçün əməlli başlı təhlükə yaradır. Adil İsmailov deyir ki, mən bu evi alanda, yəni 2013-cü ildə evə köçəndə bu ağac evdən xeyli aralı idi. Amma müəyyən müddət keçəndən sonra ağac əyilərək indi hasara dirənib və əməlli başlı problem yaradıb. Söhbət Xətai rayonu Polad Həşimov küçəsi 37 ünvanında yerləşən mənzildən gedir. Zəif bir külək ev sahibi üçün böyük problem deməkdir. Müsahibim deyir ki, hava küləyi olanda səsdən evdə otura bilmirik. Üstəlik ağacın qırılma təhlükəsi də var. Hətta ağac o qədər əyilib ki, evin çardağındakı şiferi də əzib. Əyilən ağacı indi onun yanında yerləşən tut ağacı saxlayıb. Bir 50-60 santim aralıdaydı. Onun da yağış yağmağına əlaqədar yer boşaldıkça ağac yıxıldı. Başda zaborun üstünə aşır. Zaborun üstündə evimin üstünə aşır. Gəldilər, baxdılar, dedilər, hə, bir əlac görəcək, elə o güdən getdilər. Axırda biri gəldi, dedi, sən bu çardağı sök ki, mən şey eləyim, bu ağacı kəsim götürüm. Yaşıllaşdırmadan idi. 2000-sə daha dəqiq yadımda qalmayıb adı. Sonra dedi ki, hə, yaxşı, kran tapıb gətirərəm, elə o güdən getdi. Məsələ ilə bağlı Yaşıllaşdırma İdarəsi ilə əlaqə saxladıq. Vaxtilə ağacın kəsilməməsinə səbəb kimi onun yerləşdiyi yer əsas kimi göstərildi. Amma çəkilişdən bir gün sonra problem dərhal həllini tapdı. Təhlükəli ağac artıq ərazidən götürülüb. Yaxın zamanlarda Şuşada yaşayanların sayının daha da artacağı gözlənilir. Çünki onların doğma yurda geri qayıtması üçün yeni binalar tikilir. Hazırda D3 və D4 masivlərinə binaların tikintisi aparılır. D3 masivində ümumilikdə 17 binanın tikilməsi nəzərdə tutulub. Hazırda 10 bina artıq tikilməkdədir. Bu binalar 5 və 6 mərtəbəli olacaq. D4 yaşayış masivində 12 bina, 212 mənzil layihələndirilib. Ərazidə landşaft olaraq uşaq oyun meydançaları layihələndirilib, yeraltı avtodayanacaq, liftlər, mərkəzi isitmə sistemi mövcuddur. Bina fasadları Şuşa şəhərinin tarixi memarlıq üslubuna görə dizayn edilmişdir. Mənzillər 2, 3, 4, 5 otaqlı olaraq layihələndirilib. Planda 2027-ci ilin birinci mərhələsində D4 və D3 yaşayış masası birinci mərhələnin təhvili nəzərdə tutulur. Xeyirli olsun. İndi keçirik Məmmədli kəndində olan məsələyə. Məmmədli kəndində metan qazı təhlükəli ərazidəki evlərin plana düşdüyü, sakinlərə yüksək məbləğdə kompensasiya veriləcəyi ilə bağlı xəbərlər yayılıb. Əməkdaşlarımız əraziyə yollanaraq vəziyyəti yerində görüblər. İndiyə kimi haradaydı bu qurumlar? Artıq 4-cü aya gedir ki, bizim qazımız yoxdur. Yayılan məlumatlara görə Abşeron rayonunun Məmmədli kəndində Yanardağ qorğunun yaxınlığı, daha dəqiq desək, Həsən bəy Ağayev və Ziya Bünyatov küçələrində böyük bir ərazi plana düşüb. Buna səbəb həmin ərazinin yaxınlığında yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrində metan qazının aşkar edilməsi göstərilir. Sözü gedən ərazidə sakinlərdən müvafiq sənədlərin yığılmasına başlanılıb. Məlumata görə plana düşən ərazilərdə hər sota görə sakinlərə yüksək məbləğdə kompensasiya ödənilməsi nəzərdə tutulub. Amma məlum oldu ki, sakinləri bundan xəbərləri yoxdur. Sakinlərdən kimsə və yaxud da kimlərsə onunla əlaqə saxlayıbdır və buranın güya ki, müəyyən kompensasiya məbləğində sakinlərin köçürülməsi məsələsini o adama bildiribdir, müxbirə bildiribdir. Və müxbir də ki, deyir ki, mən də yəni həmənki bu şəxslərin mənə dediyi ifadələr əsasında bu məqaləni dərc eləmişəm. Bizə heç bir insan müraciət eləməyib, biz hələ oradan-buradan eşitmişik. Gəlib heç kəs deməyib ki, sizi köçürdürük, ya kompensasiya veririk. Məmmədli qəsəbəsində 4 ay bundan əvvəl həyətyanı sahələrdə metan qazının çıxması ilə bağlı xəbərləri təqdim etmişdik. Hal-hazırda yanvar ayını yaşayırıq və biz normalda qapalı ərazilərdə çəkiliş apararkən qalın üst geyimini çıxardırıq. Təsəvvür edin, ev nə qədər soyuqdur ki, bu ərazidə yaşayan sakinlər maya qazın olmamasına görə məhz xüsusi odun sobalarından istifadə edirlər ki, evləri də məhz bununla qızdırırlar. 14 ildir də qaz işlədirəm. İndiyə kimi haradaydı bu qurumlar? Biz yeni ildən qabaq, ayın 24-dən bəridir, heç bir vətəndaş bizlə maraqlanmır. Heç bizim təhlükəsizliyimizdir, məsələ qaz çıxırsa da. Hanı evlərə girdiniz, somaları gördünüz, hamısı peşdən istifadə eləyir.
Neçə ayda ki elə yollarda gedib gəlmişik. Nazirliyə, hər yerə getmişik də, heç nə. Heç nə də yoxdur. Evdə də 4 aylıq uşağım var. O gələn gündən qazım da yoxdur. Sentyabr ayının 29-unda ani olaraq Azərqaz tərəfindən gəlib, bizim qazımız kəsilibdir və bugünkü günə kimi də artıq 4-cü aya gedir ki, bizim qazımız yoxdur. Evlərin plana düşməsi ilə bağlı Abşeron rayon icra nümayəndəliyinə sorğu göndərdik. Qurumdan isə bildirildi ki, qeyd olunan ünvanın plana düşməsi ilə bağlı hər hansı bir məlumat daxil olmayıb. Bakıda daha bir qəzalı bina söküləcək. Söhbət Binəqədi rayonu 2-ci mədəndə olan bir əsrdən artıq yaşı olan tikilidən gedir. Qurumlar binanın qəzalı vəziyyətdə olduğunu bildirir. Sakinlər isə onlara təklif edilən kompensasiyadan narazıdır. Mövzu ilə bağlı reportajımız var. 70-80 mindən aşağı qiyməti ev yoxdur. Durdum ki, divar gəldi üstümə. Binəqədi rayonu 2-ci mədən korpus 92 ünvanı. 1908-ci ildə inşa edilən bu yaşayış binasının bir əsrdən çox yaşı var. Qəzalı vəziyyətdə olan bu tikilinin divarlarında dərin çatlar, tavanlarda isə dağılma izləri açıq-aşkar görünür. Burada yaşamaq artıq təhlükəlidir. Deyim onu yalandan bulmuşam, uçur tökülüdür. Toba gecə yattım, yerdə gördüm, tapatap nə üstümə gəldi. Durdum ki, divar gəldi üstümə. Heylədə, zülümlə. Bir açır keçib, öz vaxtını keçib, həddindən artıq. Hər yerdə, bəzi yerlərdə arxada çatdaqlar var. Evlərin içində bəzi yerdə çatdaqlar var. Aidiyyəti qurumlar binanın qəzalı olması ilə bağlı qərar verib və söküntü planına salındığını bildirib. Lakin sakinləri narahat edən əsas məsələ onlara təklif edilən kompensasiyanın məbləğidir. Deyirlər 1340-dandır. O da vallahi bizə sərf eləmir. Yəni 30 kvadrat, 35 kvadratlıq evlərdir burada. Mən o kvadratla nə ev ala bilərəm? Heç bir şey. Yəni gedib 30-40 minə də bir çölün düzündə bir naxalstroy evlər, tikilən evlər var. Oradakı nə qeydiyyata düşə biləcəyik, nə sənət ala biləcəyik ora biz. 70-80 mindən aşağı qiyməti ev yoxdur. Baxmışıq məhəllələr arasında o buydu. Yoxdur. 1340 manat sərf eləməyəcək də bizə. Allah haqqı. Özü məndə 30 kvadratdır. Ən az məndədir. Dedilər ki, elə köçəcəksiniz filan qiymət belə hələ. Vaxt deyiblər? 2-3 aya deyiblər də. Keyfardan ne alacaqsın? Hardan alacaqsın? Misal bir iki ot bükülür hər yerə. Hər yerə ot bükülür. Nə qədərdir evinizin kvadratı? 35. Neçə müddətdir deyiblər? Bir ay olar. Bir ay olar, 2 ay olar, bax belə. Deyiblər çıxın yoxsa necə? Yox, çıxın deməyiblər. Çıxın deməyiblər, deyək amma da çıxardacağıq da belə. İndi söküləcək. Hə, söküləcək. Bax, indi bilmirəm. Amma nə vaxt söküləcək? Nə vaxt demədilər, onu demirlər. Mən o pula ev ala bilmirəm, yaşayıram da özüm üçün. Nə qədərdir evinizin kvadratı? 30. Verilən məbləğlə də yəqin keçiyor. Yox. O məbləğlə mən hara yeyəcəm? Dünyanın axırına. Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirildi ki, qəzalı binalardan sakinlərin köçürülməsi zamanı mənzillərin faktiki sahəsinin hər kvadrat metrinin dəyəri qanuna uyğun olaraq ixtisaslaşmış peşəkar qiymətləndirici şirkətlərin təqdim etdiyi təkliflər əsasında hesablanır. İstənilən halda kompensasiyanın məbləği həmin sakinlərin özlərinə ev ala bilmələrinə kifayət eləməlidir, belə düşünürəm. İndi digər məsələyə nəzər yetirəcəyik. Xırdalandan xəbərimiz var. Mediada yayılan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyi Xırdalandakı bazarda yoxlama aparıb. Burada qida məhsullarının saxlanılması və satılmasına dair qanunvericiliyin tələblərinin pozulduğu müəyyən edilib. Bəzi quş əti və süd məhsullarının sənədlərinin olmadığı, məhsulların müvafiq temperatur rejiminə əməl edilmədən saxlanıldığı üzrə çıxıb, eyni zamanda markalanması olmayan müxtəlif növ turşuların satıldığı məlum oldu. Bununla bərabər ərazidə dezinfeksiya işlərinin aparılmadığı, bəzi işçilərin sanitar geyimlə təmin olunmadığı, qida ilə təmasda olan səthlərin gigiyenik tələblərə cavab vermədiyi və digər nöqsanlar qeydə alınıb. Müəssisə rəhbəri barəsində inzibati qərar qəbul edilib, bazar nəzarətə götürülüb. Belə, bazar demişkən, bazar ertəsinin ilk efirini, yəni həftənin ilk efirini, bazar ertəsi efirini bitirdik. Vaxtımız bitdi, sabah eyni saatda burada olacağıq, sizə gözləyəcək. Hələlik.